Əvvəla bu videoya baxan hər bir kəsi salamlayıram. Bu gün mən həyatda bir çox problemlərin olmasına baxmayaraq, möhkəm olmaqla bir çox böyük uğurların əldə edilməsinin mümkün olduğunu göstərməyə çalışacağam. Bunun üçün gəlin baxaq. Həmişə hər yer işıqlı olmur. Sadəcə düyməni tapıb, işığı yandırmaq kifayətdir. Günəş dünyanı işıqlandırdığı kimi, həyatınızı işıqlandırmaq öz əlinizdədir. Tutduğu mövqedən fiziki cəhətdən asılı olmayaraq, sən öz dəyərini özün yarada bilərsən. Və inandırım sizə ki, əl arabası burada heç bir rol oynamır. Özümüzü onlara sübut eləmək istəyirəm, belə deyək. 50 olan insanlar da yəni işləyə bilər, oxuya bilər, hətta rəqs edə bilər, bunu belə deyim. İlk dəfə Paralimpiya çempionluğunda mən dostlarımı təbrik edirdim ki, İlham, sən idmanda olan ən yüksək zirvəni fəth elədin. Mən dedim, yox, bundan yüksək. Bana gülə-gülə deyirlər ki, İlham, Olimpiya çempionundan yüksək nə ola bilər? Dedim, 2 qat Olimpiya çempionu. Biz gördüyünüzü mən hiss edirəm.